Kətan çərçivəsinə sığmayan sənətin təcəssümü olan divar rəsmləri yalnız vizual estetika nümunəsi deyil, həm də ictimai həyatın fəal bir hissəsidir. Muzeylərdə və qaleriyalarda sərgilənən ənənəvi rəssamlıqdan fərqli olaraq, bu sənət növü şəhərlərin divarlarını canlandırır, küçə mədəniyyətini zənginləşdirir və insanları düşünməyə, ünsiyyət qurmağa dəvət edir. Rənglər, formalar və mesajlar vasitəsilə divar rəsmləri ictimai dialoqun yeni məkanını yaradır. Ənənəvi rəsmlər adətən kağız və kətan üzərində olur, daha şəxsi və məhdud məkanlıdır. Ancaq divar rəsmləri gördüyünüz kimi çox böyük bir məkana həyat verir və hər kəsin görə biləcəyi açıq sənətdir. Əvvəllər divar üzərində rəsmlər daha çox bəzək və məhdud məna daşıyırdı. Ancaq indi müasir sənətin çox güclü formalarından biridir. İnsanlara mesaj ötürür, şəhərlərə gözəllik qatır və təbii ki, sosial mövzuları da əks etdirə bilir. Rəssam Jalə Məhyəddinova da şəhərin boz divarlarına rəngli boyalarla həyat verir. O, küçələrin ritmini tutaraq insanları düşündürən və hissləri oyadan əsərlər yaradır. Rəssam üçün rənglər təkcə vizual vasitə deyil, həm də duyğuların, fikirlərin və mesajların ifadəçisidir. Rənglərin qarışığı və burada tonlar rol oynayır, yəni işıq, kölgə. Təbiətdə gördüyümüz hər bir şeyin özünə məxsus işıq və kölgəsi var. Buna üstünlüyümüzü vermək lazımdır ki, rəsmə həm yaxından, həm də uzaqdan baxdığımız zaman çox gözəl və təsirli görüntü yaratsın. Daha çox keçmiş günləri xatırlatmaq istəyirəm, çünki hər bir insanın daxilində uşaqlıq var. Bunu əsla öldürmək lazım deyil. Bu uşaq ruhu hər birimizin qəlbində yaşamalıdır. Divarda rəsmlər adətən akril və ya sulu boya ilə hazırlanır. Çünki bunlar həm hava şəraitinə davamlıdır, həm də tez quruyur. Beləliklə, bir neçə saat ərzində boş səthdə yeni hekayələr yaranır. Fırça ilə çəkilən rəsmlər quruduğu zaman iz buraxdığına görə canlı bir görüntü yaratmır. Amma aerografiya, sprey boyası olduğuna görə və aparatdan istifadə etdiyimizə görə quruduğu zaman heç bir iz buraxmır və çox canlı bir görüntü yaradır. Mən işimi adətən aparatı tənzimləyərək görürəm. Bu hissə ilə tənzimlədiyim zaman gördüyünüz kimi incə cizgiləri vermək olur. Buradan tənzimlədiyim zaman isə daha böyük fon detallarını işləməkdə mənə köməklik göstərir. Hər bir tənzimləmə, hər bir rəng sənətkarın duyğularını və fikirlərini daha dəqiq ifadə etməsinə imkan verir, beləliklə divar rəsmlərinin özünə məxsus hekayələr yaranır. Bu əsərlər keçib gedənlərin yolunu fiziki olaraq dəyişməsə də, onların düşüncələrinə və həyata baxışlarına təsir edir, fərqli hisslər oyadır və ictimai dialoqa səbəb olur. Arzu Yusif, Mirəziz Mirəlioğlu, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.